sistem adamı. Amma ulduzlara yox, öz sisteminə, öz qaydalarına inanan biri. Hər şeyini itirmiş bir ata, amma yenidən ayağa qalxan. Gah soyunma otağında rəqs edən şən bir insan, gah da əsəbindən kənar xəttdə az qala partlayan bir komandir. Sanki bir bədəndə iki fərqli ruh. Və nəhayət Parisdə o möcüzəni edən, tarix yazan məşqçi Luis Enrique. Bugün onun hekayəsinə baxacağıq, bu mürəkkəb, çox qatlı insanın dünyasına. Həqiqətən də çox təsirli bir hekayədir. Başlanğıc 1991 Real Madrid forması geyinən gənc hücumçu, sonra isə necə deyim, sağ qalmaq üçün meydanda yerini dəyişən, uyğunlaşan bir oyuncu. Demək olar ki, hər mövqedə oynadı. Bəli. Və sonra o cəsarətli addım, əzəli rəqib Barcelonaya keçid, ardınca da məşqçilik. Roma, Celta, Barcelona ilə o inanılmaz treble, İspaniya millisi və son da PSG ilə Avropanın zirvəsi. Amma bütün bu uğurların, qələbələrin arxasında çox dərin bir kədər də var. Həyatının ən böyük sınağı, qızıqxananın itkisi. Bu faciə onun məşqçiliyini necə dəyişdi? Gəlin baxaq bu dəmir iradəli, bəzən sərt görünən adamın içindəki o mübarizənin, o gücün mənbəyi hardadır? Oyunçu Enrique'yə baxanda onun uyğunlaşma qabiliyyəti adamı heyrətləndirir. Reala hücumçu gəlmişdi, amma Hacı kimi ulduzların yanında yerini tutmaq üçün yarım müdafiəyə, hətta sağ cinah müdafiəsinə keçdi. Komandada qalmağı bacardı. Təşəkkür, Aysal. 213 maç, 18 gol Madrid üçün. Amma sanki əsl potensialı başqa yerdə açılacaq. Və o başqa yer çoxlarının təəccübləndiyi, bəlkə də qınadığı bir yer oldu. Müqaviləsi bitən kimi birbaşa Barcelona. Özü demişkən, uyğunlaşmaq üçün 10 dəqiqə bəs etdi. Sanki zəncirlərini qırmışdı orada. Elə bil yenidən gol vurmağı xatırladı. Madrid də 5 ildə vurduğunu demək olar ki, bir mövsümdə vurdu Barsada. İnanılmazdı. Ronaldo, Nazario, Rivaldo, Figo, Guardiola, Xavi, Ronaldinho nə qədər əfsanə ilə çiyin-çiyin oynadı. Düzdür. Təkcə oyunçular da yox. Məşqçilər, Robson, Van Gaal, Rijkaard, hətta tərcüməçi kimi gənc Jose Mourinho da o vaxt klubdaydı. Enrique'nin özü isə qapıçıdan başqa hər yerdə oynayıb. Bu çox nadir bir şeydir. Barcelona'da 300 oyun, 108 gol, 8 titul. Amma sonra zədələr, bəlkə də o məğrur xarakteri 34 yaşında futboldan getdi. Sonra bir müddət futboldan uzaqlaşdı, dağ velosipedi, marafon qaçışları, özünü başqa sahələrdə sınadı. Amma ürəyi yenə yaşıl meydandaydı. Qayıtdı. Barcelona B ilə məşqçiliyə başladı. Sonra Romada Totti kimi bir əfsanəni idarə etməyi öyrəndi. Celta'da isə Ancelotti'nin Real Madridini məğlub edərək adını yenidən eşitdirdi. Və gözlənilən oldu. Guardiola'dan sonra doğma evinə Barcelona'ya baş məşqçi kimi qayıtdı. Orada bilirsiniz, futbol tarixinin bəlkə də ən ölümcül hücum xəttini qurdu. MSN, Messi, Suarez, Neymar. Təsəvvür edin, 14-15 mövsümündə 122 gol. Dəhşətli rəqəmdir. Enrique sadəcə ulduzları yığmadı, onlardan komanda düzəltdi. Messidən belə müdafiəyə kömək tələb etdi. Nəticə, elə ilk mövsümdə treble, La Liga, Kubok, Çempionlar Liqası və o qələbələrin sevincini ən çox balaca qızı Xana ilə bölüşürdü. Amma Barcelona da ikinci dövrü o qədər də uğurlu olmadı sanki. Nəticələr sabit değildi, gərginliklər var idi, ayrıldı, sonra İspaniya millisi ilə yeni bir səhifə açdı. Amma cəmi 11 ay sonra hamının sarsıdan xəbər gəldi. İstefa verdi, şəxsi səbəblərlə. Və o səbəb çox ağır idi. 9 yaşlı qızı Xana sümük kərçənginə tutulmuşdu. Allah rəhmət eləsin. La familia es todo. Ailə hər şeydir. Bu, Enrique'nin devizi idi. Hər şeyi, bütün karyerasını kənara qoyub, qızının yanında oldu. Amma 5 aylıq mübarizədən sonra Xana dünyasını dəyişdi. Bir ata üçün təsəvvür edilməz bir ağrı. Sözün bitdiyi yer. O, kədəri ilə baş-başa qalmaq üçün yenə velosipedə, dağlara üz tutdu. Amma yıxılmadı. Qızının hələ də ona güc verdiyinə inandı. Özünü bəxtsiz yox, qızı ilə 9 ildə olsa gözəl anlar yaşamış, şanslı ata adlandırdı. Evdə Xananın şəkillərini yenidən divarlara astı. Bu böyük güc tələb edir. Bu inanılmaz güclə də futbola qayıtdı.
Millini Avro 2020-də yarımfinala çıxarıbdı, gənclərə şans verdi. Bəlkə də İspaniyanın 2024-cü ildəki çempionluğunun təməli onda qoyuldu. Və sonra yeni bir çağırış, PSG. Parisdə onu nəhəng egolar, böyük təzyiq və klubun o illərdir arzuladığı Çempionlar Liqası gözləyirdi. Bəziləri yerli liqanı necə deyəyim, Fermer Liqası adlandırsa da, Enrique'nin üslubu Pep'in sistem intizamı ilə klubun emosional yaxınlığının qarışığı komandaya başqa bir hava gətirdi. Sərt, amma ədalətli, böyük qardaş kimi idi deyirlər. Bəli, qəramlarına sədaqət tələb edirdi. Oyunçularla münasibəti birbaşa idi. Bəzən əhvalı kəskin dəyişə bilirdi, amma ədalətli idi. Mbappe ilə münasibəti də maraqlı idi. Hətta deyirlər, Barcelona ilə o tarixi cavab oyunundan əvvəl onunla xüsusi danışıb, Michael Jordan'la müqayisə edib müdafiədə lider olmağını istəyib. Nəticə də göz qabağında oldu. PSG 4-1 qazandı, Mbappe 2 gol vurdu. Amma Enrique artıq Mbappe'siz PSG-ni də planlayırdı. Aha, yeni hücum xətti qururdu. Elədi. Barcola, Kvaratskhelia, Doué, Dembele, sürətli dinamik oyuncular. Komandanın imici də dəyişdi. O itici komanda daha çox ailəyə bənzədi. Və nəhayət o tarixi an gəldi. Klubun ən böyük arzusu reallaşdı. Liverpool, Arsenal və finalda Inter məğlub edərək Çempionlar Liqasını qazandılar. Və Enrique bu qələbəni də Xananın xatirəsinə bağladı. Bəli. Dedi ki, o fiziki olaraq orada olmayacaq, amma ruhən bizim yanımızda olacaq. Luis Enrique'nin hekayəsi həqiqətən də uyğunlaşan bir oyunçudan, sistemli bir məşqçiyə, dərin kədər içindəki bir atadan Parisdə tarix yazan bir qəhrəmana uzanan bir yol. Sistemə bağlılığı, emosional dərinliyi və o sınmaz iradəsi ilə seçilən biri. O, həyatın ən ağır zərbələrinin belə insanı necə daha da güclü edə biləcəyini, necə böyük bir motivasiyaya çevrilə biləcəyinin canlı sübutudur. Bu da insanı düşündürür. Görəsən həyatın ən qaranlıq, ən çətin anlarında insanı ayaqda saxlayan o əsas güc nədir? Hardan gəlir o güc?